dünyanın özü hal-hazırda, yəni bərpa olunan enerji üzrə mənbələri araşdırır və buna keçid eləmək istəyir. Və mən də hal-hazırda Azərbaycanda əsas belə deyim, neft yönümlü energetika siyasətindən təzə siyasətə, yəni ki, bərpa olunan enerji siyasəti keçidinin bir hissəsi olmaq üçün can atdım və mənim fikrimcə bu magistraturada qazandığım biliklər və bacarıqlar bu yöndə dövlətimizə yaxşı kömək göstərməyə icazə verəcək. Ölkəmizin ilk tükənməz enerji üzrə proqramının ilk məzunlarından biri olmaqdan fəxr və qürur hissi keçirirəm bugün. Bu proqram üzrə 2 il ərzində qazandığım həm teoretik, həm də praktiki biliklər, xüsusən də yay məktəbində qazandığım Hockerton Sustainable Housing proyekti, Dogger House proyektləri və s. Mənə çox böyük kömək eləyəcək ki, ölkəmizin bu sahədə olan proyektlərinə öz töhfələrimi, böyük töhfələrimi verim ki, bu sahədə olan ilk mütəxəssislərdən biri olaraq. Mən enerji haqqında fundamental biliklər qazandım, dərin biliklər qazandım. İstər assignmentlar, testlər, qiymətləndirmə, qrup işləri, heç nədə heç bir narazıçılığım olmadı. Proqramdan tam şəkildə razı qaldım və demək olar ki, dünyanın 72-ci universitetinin diplomunu əldə elədim. Bu proqram 2 il ərzində mənə çox şey bəxş elədi. Mənim üçün çox belə deyək maraqlı oldu bu inisiativ. Onun üçün təşəkkür edirəm bu proqram yaradıcılarına və əlbəttə ki, hamısına çox sağ ol deyirəm ki, belə bir proqram yaratdılar və davam etdirirlər əlbəttə ki, gələcək nəsil üçün çox faydalı olacaq. Çox sağ olun.